Ya Allah, Bismillah. Şeyx Tusi bu hədisi İmlalar kitabında gətirib. Hədisi Əbdürrəhman ibn Qeysir Rəhbi Əmirəl-Müminindən nəql edir. Buyurur ki, bir dəfə Həzrəti Əleyhissalamla bir yerdə idim. Bir nəfər həmədanlı şəxs daxil oldu Əmirəl-Mümininə. Dedi ki, ya Əmirəl-Müminin, mənə qısa və dərin mənalı bir hədis deyib ki, həmin hədisə əməl etməklə Allah Taala dünya və axirətin xeyrin versin mənə. Həzrət Əleyhissalam bu şəxsə buyurdu ki, məyər sənə çoxlu hədislər deməmişəmmi? Buyurdu ki, bəli, ya Əmirəl-Müminin, çoxlu hədislər səndən eşitmişəm. Lakin indi qısa, dərin, mənalı və əhatəli bir hədis istəyirəm. Lakin qısa olsun. Həzrət Əleyhissalam buyurdu ki, Allah Rəsulü mənə belə buyurdu ki, mən və şiələrim qiyamət günü Kövsər hovuzundan, suyundan sirab olacaq və üzümüz ağ olacaq. Nurdan üzümüz ağ olacaq. Bizim düşmənlərimiz isə Kövsər suyundan məhrum olacaq və üzləri qarı olacaq. Həzrət Əleyhissalam hədisinə belə davam etdi. وَلَكَ مَكْتَسَبْتَ Hansı əmələ kəsb etmisənsə, o səninlə olacaq, səndən ayrılmayacaq. وَأَنْتَ مَعَ مَنْ أَحْبَبْتَ Sən dünya həyatında kimi sevmisənsə, onunla bir yerdə olasan və ondan da ayrılmayasın. Deməli, Həzrət Əleyhissalamın qısa, lakin dərin və əhatəli, cami olan bu hədisi bizə öyrədir ki, biz əməllərimizin və sevdiklərimizlə bir yerdəyik. Yəni, əməllərimiz elə olmalıdır ki, sabah ilə qiyamət günü əməllərimizin bizdən uzaqlaşmağına və bizim əməllərimizdən qaçmağımıza səbəb olmasın. Arzu eləməyək ki, əməllərimizdən qaçaq və sevdiklərimiz elə kəslər olmalıdır ki, qiyamət günü onlarla bir yerdə olmaqdan, onlarla yaxınlaşmaqdan qaçaq, narahat olaq. Yəni, buyurdu ki, sən kimləri sevirsənsə dünya həyatında, qiyamətdə onlarla bir yer edəsən və dünya həyatında hansı əməllər etmisənsə, o əməllər səninlə birgə olacaq. Bəli.